Salam hörmətli izləyicilər. Həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Zəkka gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Görüşdə müsabiqənin gömrük əməkdaşlarının intellektual səviyyəsinin, biliklərinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, müsabiqənin əhəmiyyətindən və gömrükçülərin karyera yüksəlişindəki rolundan bəhs edilib. Dövlət Gömrük Komitəsinin sədri Gömrük Xidməti General-Polkovniki Şahin Bağırov mentorluq proqramı çərçivəsində 4-cü yüksəliş müsabiqəsinin qalibləri Şəfəq Həsənəlizadə və Kamal Hüseyni ilə növbəti görüş keçirib. Görüşdə qaliblərin əldə etdikləri yeni təcrübələr barədə fikir mübadiləsi aparılıb, onların peşəkarlıq səviyyələrinin gömrük sahəsində idarəçilik səriştələrinin bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib. Dövlət Gömrük Komitəsində Gömrük Akademiyasının istehsalat təcrübəsinə cəlb olunan 4-cü kurs tələbələri ilə görüş keçirilib. Akademiyanın 43 tələbəsi Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində 15 həftəlik istehsalat təcrübəsinə cəlb olunub. Naxçıvan Baş Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları mövzusunda görüş keçirilib. Görüşdə malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi və ləğvi hüquqların və öhdəliklərin digər şəxslərə ötürülməsi ilə bağlı ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəis müavini Ceyhun Məhərrəmli dünyanın ən nüfuzlu maliyyə mühasibat təşkilatlarından biri olan İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası tərəfindən təqdim edilən daimi üzv peşəkar tituluna layiq görülüb. İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının üzvlüyünü əldə etmək üçün namizədlər 13 peşəkar imtahandan uğurla keçməlidirlər. Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Şahtaxtı gömrük postunda ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsinə aid qoşqudan 20 ədəd plastik qabdan maye halında təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə küllü miqdarda psixotrop maddə metamfetamin aşkar ediblər. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.